Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mütəxəssislər mühüm sənədlərin, xüsusilə də pasportun şəklinin telefonda saxlanılmasının ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Xəbər verilir ki, hüquqşünas Anton Kulikçikovun sözlərinə görə, belə məlumatlar dələduzların əlinə keçərsə, onlar süni intellektdən istifadə edərək saxta şəxsiyyət təsdiqi yarada və zərərçəkənin xəbəri olmadan onun adından onlayn kredit rəsmiləşdirə bilərlər. Ekspert bildirir ki, telefonun oğurlanması, messenger hesablarının sındırılması və ya bulut yaddaşına icazəsiz giriş nəticəsində pasport şəkilləri üçüncü şəxsin əlinə keçə bilər. Bu isə maliyyə fırıldaqları riskini artırır. Belə hallarda zərərçəkən şəxsin adına borclar yarana, kredit tarixçəsi zədələnə bilər. Hüquqşünas tövsiyə edir ki, belə bir vəziyyətdə qarşılaşan şəxslər dərhal hüquq mühafizə orqanlarına müraciət etsin. Kredit təşkilatından müqavilənin etibarsız sayılması tələb etsin. Nəticə əldə olunmadıqda isə məsələni məhkəmə qaydasında həll etsinlər.